Mən Hüseynova Şəbnəm. Bugün sizi mərkəzimizin ən maraqlı otaqlarından biri olan virtual və artırılmış reallıq otağı ilə tanış edəcək. Bu otaqda xüsusi Z-Space cihazları mövcuddur ki, bu cihazların daxilində müxtəlif fənlərə inteqrasiya etmiş tətbiqlər var. Bu tətbiqlər vasitəsilə mərkəzimizə gələn ziyarətçilər öz nəzəri biliklərini rahat şəkildə praktikaya çevirə bilərlər. Bəs bu necə mümkündür? Gəlin baxaq. Z-Space cihazlarında olan müxtəlif tətbiqlər vasitəsilə nəzəri biliklərimizi praktikaya çevirərkən diqqət etməli olduğumuz bəzi məqamlar var. Həmin məqamlar hansılardır? Biz bu qələm vasitəsilə ekranda olan obyektləri üçölçülü şəkildə müşahidə edə bilərik. Bunu müşahidə etmək üçün biz əvvəlcə tətbiqə daxil oluruq. Məsələn, baxdığımız bu tətbiqdə biz anatomiya fənninə inteqrasiya etmişik. Burada biz İnsanın ürəyinin daxili quruluşu haqqında ətraflı məlumat əldə edə bilərik. Burada ürəyin aorta damarı, sağ mədəcik, sol mədəcik, sağ qulaqcıq, sol qulaqcıq haqqında daha ətraflı məlumat əldə edib və onunla vizual olaraq yaxından tanış ola bilərik. Bu tətbiqdə isə biz biologiya fənninə inteqrasiya edirik. Biologiya fənnində bitki və heyvan hüceyrələrinin hansı orqanoidlərdən ibarət olmasını virtual şəkildə tanış ola bilərik. Məsələn, burada nüvələr, hüceyrə membranı, sitoplazma, endoplazmatik retikulum, ribosom və sair kimi hissələri biz virtual olaraq yaxından görüb və onu virtual şəkildə izləyə bilərik.